Rusiya Şimali Koreyadan yeni KN-23 raketləri alıb. Bu barədə Ukrayna Aviasiya Assosiasiyası pilotlarının prezidenti Gennadiy Xazan məlumat verib. Bildirilib ki, raketlərin bir hissəsi Voronej vilayətindəki hərbi anbarlara yerləşdirilib. Məlumatlara əsasən söhbət müxtəlif çəkidə döyüş başlıqları daşıya bilən ballistik raketlərdən gedir. Bu silahların əldə olunması Moskvanın uzaq mənzilli zərbə imkanlarını artırmaq istiqamətində atdığı addımlardan biri kimi qiymətləndirilir. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin məlumatına görə bu raket bərk yanacaq mühərriki ilə işləyir. Təxminən 7,5 metr uzunluğa malikdir və 500 kiloqrama qədər döyüş başlığı daşıya bilir. Raketin maksimal uçuş məsafəsinin təxminən 690 kilometr olduğu bildirilir. KN-23 raketinin əsas xüsusiyyətlərindən biri uçuş zamanı manevr edə bilməsi və kvazi-ballistik trayektoriya üzrə hərəkət etməsidir. Üstəlik 4,5 tona qədər döyüş başlığı daşıya bilən yeni modifikasiyanın mövcudluğu raket texnologiyalarının inkişaf etdirildiyini göstərir. Digər tərəfdən bu tədarük Rusiya ilə Şimali Koreya arasında hərbi əlaqələrin daha geniş çərçivəyə keçdiyini nümayiş etdirir. Məsələnin əsas diqqət çəkən tərəfi isə bu raketlərin texniki imkanları və döyüş meydanında yarada biləcəyi təsirlərlə bağlıdır. Bu raketin fərqləndirici xüsusiyyətləri onun döyüş meydanındakı rolunu daha aydın ortaya qoyur. Sözü gedən raket Şimali Koreyanın hazırladığı qısa mənzilli ballistik raket sistemlərindən biridir. Onun əsas xüsusiyyətlərindən biri uçuş zamanı manevr edə bilməsi və mövcud hava hücumundan müdafiə sistemləri üçün əlavə çətinlik yaratmasıdır. Məhz bu texniki imkanlar raketi müasir müharibə şəraitində fərqləndirən əsas amillərdən hesab olunur. Şimali Koreyanın Rusiyaya verdiyi hərbi dəstək yalnız KN-23 raketləri ilə məhdudlaşmır. Açıq mənbələrdə Pxenyanın artilleriya mərmiləri, raket sistemləri üçün sursatlar və digər hərbi təyinatlı vasitələrlə Moskvanı təmin etdiyi bildirilir. Digər tərəfdən müharibənin uzanması fonunda bu resurslar Rusiyanın döyüş imkanlarını qoruyub saxlamaq cəhdlərinə xidmət edir. Bununla yanaşı Şimali Koreya üçün bu əməkdaşlıq iqtisadi imkanların genişlənməsi və siyasi dəstəyin güclənməsi baxımından əhəmiyyət daşıyır. Düşünürəm ki, Şimali Koreyanın bu prosesdə iştirakı ilə yanaşı, Rusiya əlavə silah və sursat imkanları əldə etməklə cəbhədəki ehtiyatlarını artırmağa çalışır. Şimali Koreya isə bu əməkdaşlıq vasitəsilə beynəlxalq təcrid şəraitində strateji tərəfdaşlarını möhkəmləndirməyə çalışır. Bu amillərin birləşməsi Moskva ilə Pxenyan arasındakı münasibətləri sadə hərbi alış-veriş çərçivəsindən çıxararaq daha geniş siyasi hərbi əməkdaşlıq müstəvisinə keçirir. Rusiya-Şimali Koreya hərbi yaxınlaşması beynəlxalq təhlükəsizlik gündəmində də ciddi müzakirələrə səbəb olur. Çünki Pxenyanın silah proqramlarına qarşı tətbiq edilən sanksiyalar belə əməkdaşlıqları məhdudlaşdıran əsas mexanizmlərdən biridir. Buna baxmayaraq, iki ölkə arasında artan hərbi əlaqələr həmin məhdudiyyətlərin effektivliyi ilə bağlı yeni suallar yaradır. Eyni zamanda bu proses Asiya Sakit Okean regionunda təhlükəsizlik balansına təsir göstərə biləcək amil kimi nəzərdən keçirilir. Birləşmiş Ştatlar, Cənubi Koreya və Yaponiya ilə bölgədə müdafiə əməkdaşlığını gücləndirməklə yaranan vəziyyətə cavab verməyə çalışır. Rusiya ilə Şimali Koreya arasındakı hərbi əməkdaşlığın genişlənməsi müharibənin dinamikasına təsir edən amillərdən biri sayılır. Eyni zamanda bu proses beynəlxalq sanksiya mexanizmlərinin qarşılaşdığı çətinlikləri də ön plana çıxarır. Qarşıdakı dövrdə tərəflər arasındakı münasibətlərin inkişaf istiqaməti həm regional, həm də qlobal təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyacaq. Mövcud mənzərədə KN-23 raketlərinin Rusiyanın arsenalına daxil olması Moskvanın döyüş imkanlarını artırmaq istiqamətində atdığı addımlardan biri kimi görünür. Eyni zamanda bu əməkdaşlıq Şərq-Qərb blokları arasında rəqabətin yeni mərhələyə keçdiyini nümayiş etdirir.